Salam dostlar, mən 3 sənə cərrahi Verdiyev Yaşar. Bugünkü mövzumuz genoplastikadır. Genoplastika üzdə simmetriyanın pozulması və üz görünüşündə olan estetik bir əməliyyatdır. Genoplastikada əsas məqsəd nədir? Çənə ucunun kəsilərək, menton nahiyəsinin kəsilərək formalaşdırılması. Bəzi hallarda xanımlarda rast gəldiyimiz çənə ucunun dördbucaq formalı və yaxud da simmetriya pozğunluğu ilə müşahidə edirik. Bəzi hallarda nə ilə rastlaşırıq? Çənə ucunun müəyyən bir travmalardan yaranan səbəbləri və yaxud da anadan gəlmə genetik olacaq bir problemlər olur və bu hallarda biz ən çox nəyə üstünlük veririk? Çənə sümüyünün özünün ön hissəyə köçürülərək simmetriyanın düzəlməsinə. Burada səbəb nədir? Ən çox verilən suallardan biri olur ki, insan sümüyünün müəyyən deyək ki, çənənin bu hissəsindən götürülərək ön hissəsinə köçürülməsi olur. Bu köçürülməsi nədən kənardan sümük istifadə? Çünki bu sümük otogen sümük sayılır. Yəni bunun öz sümüyü olduğu üçün birləşməsi və osteointeqrasiya biz deyirik, rus dilində osteointeqrasiya gedir. Yəni birləşməsi daha sürətli və effektiv olur. Gələcəkdə funksional olaraq çənənin açılıb bağlanmasında, nəfəs almasında, üz simmetriyasında çox faydalı hesab olunur. Digər suallardan biri də çənə ucunun, ən çox suallarda çənə ucunun önə olarsa və çənə ilə birlikdə, bazislə birlikdə önə olarsa, genoplastika ilə çənə arxa hissədən əməliyyat olunaraq progeniya, yəni çənənin önə gəlməsi, deyək ki, belə bir çənə önə gəlir, bu formada olur və yaxud da alt çənənin arxaya olması, bu kimi problemlər ola bilir. Bu hallarda isə əlbəttə ki, biz genoplastika ilə ümumi rekonstruktiv bir əməliyyat edərək həstənin çənəsinin önə olması və yaxud da arxaya olduğu hallarda alt çənədə və həmçində üst çənədə biz bunların yerini dəyişərək, onunla da bərabər genoplastikanı edərək iki əməliyyat bir arada çox yaxşı bir effekt ala bilirik.